Qurbanov bu qərarı ilə bir daha göstərir ki, onun üçün nizam-intizam önəmlidir. Ola bilər çıxaram sabah vacib oyunda məğlub ola bilərəm ki, məğlub oldu, amma Elvin Cəfərquliyev göndərildi əvəzedici komandaya. Və bu detallar bəlkə də kimlər üçünsə xırda görünə bilər. Üst-üstə yığılır və axırda böyük bir problemə çevrilir. Qarabağ artıq yenidən yığılmalıdır. Qarabağ ruhu sanki dağılıb. Sanki Qurbanovu meydanda tək buraxdılar. Ciddi dəyişikliklər olacaq. Qurbanov heç də vəziyyəti bu yerdə qormayacaq. Bu yay heç vaxt olmadığı qədər Qarabağda ayrılıqlar olacaq. Salam Xanoğlan Hoca, sözüm varın növbəti buraxılışında səni yenidən xoş gördük. İstəyirsən izləyicilərimizi salamla, başlayaq. Mən də səni və dəyərli Sport Info TV izləyicilərini salamlayıram. Hər birini sözüm varın yeni buraxılışında xoş gördük. Hoca, futbol manşet verilişində Ahmet Hoca ilə əslində gündəmi zəbt edən Zirə Neftçi oyun haqqında danışıldı, hakim səhvlərindən və s. ilə axır. Sözüm varda isə biz istədik ki, Qarabağ Sabah oyununa daha çox yer verək. Bugün sizin fikriniz maraqlıdır bizə, daha çox bu mövzu ilə bağlı. Niyə Qarabağ belə erkən təslim oldu? Yəni, mən düşünürdüm ki, digər futbol izləyiciləri də düşünürdü ki, Qarabağ Çempionlar Liqasından qayıdandan sonra yenidən özünü verəcək həmişəki kimi Azərbaycan çempionatına və bir neçə xal gəlib üstələyəcək, Sabah ondan qarşıladacaq, onu da keçib gedəcək. Amma bu belə olmadı və axırıncı oyunda da biz 0-1 məğlubiyyət gördük. Bu haqda sənin sözün nədir? İlk öncə son oyuna toxunası olsa, oyunu stadiondan izlədim. Kifayət qədər azarkeş var idi, 17.000 civarında, təxminən 17-18 min civarında azarkeş vardı tribunada. Yaxşı bir futbol ap-havası vardı, futbol gecəsi idi. Amma deyim ki, azarkeşlər heç də, elə mən də, azarkeşlər də gözlədiyimiz, arzuladığımız futbolu meydanda görmədik. Bu mövsüm 4 dəfə üz-üzə gəliblər, 4-cü qarşılaşma idi Sabah Qarabağ. Bəlkə də ən baxımsız oyun idi, ən maraqsız oyun idi, meydanda keçirildi. İlk hissədə müəyyən qədər hardasa futbol görə bildiksə, ikinci yarım ümumiyyətlə onu da görmədi. Yalnız topu Qarabağ çevirməklə məşğul oldu, sağa, sola, ərazi üstünlüyü oldu. Sabah da müdafiə olunmaqla məşğul oldu. Bu da əsassız deyildi. Sabah komandası 10 nəfərlə mübarizə apardı ikinci yarını, bir nəfər qırmızı almışdı. Hətta Qarabağın qələbə qazanması üçün düşünürəm ki, bundan yaxşı fürsət ola bilməzdi. İkinci yarının ümumilikdə, bütövlükdə bir nəfər artıq keçirmək Sabaha qarşı ciddi üstünlükdür, amma heç bir real qol imkanı yarada bilmədi. Bu Qarabağın pasivinə yazılmalıdırsa, Sabahın aktivinə yazılmalıdır, düzgün müdafiə olunması. Burada Dambrauskası mütləq qeyd eləməli. Qırmızı vərəqədən sonra 2 əvəz etməklə oyuna toxunuşunu eləyə bildi, müdaxiləsini eləyə bildi. Biz kör-körana pərakəndə müdafiə olunan Sabah görmədik. 10 nəfərlə kifayət qədər intizamlı, çox düzgün strukturlu qurulmuş bir müdafiə xətti var idi, bərk müdafiə xətti var idi. Qarabağ hər nə qədər topu sağdan sola, soldan sağa, orta xəttinə yarmağa çalışsa da o müdafiə xəttini bir epizodda belə yaradıb, real qol imkanı yaxalaya bilmədi. Buna görə Dambrauskası alqışlamaq olar, futbolçuları verdiyi tapşırıqları birə-bir meydanda icra elədilər. Çox düzgün, yəni həm də Dambrauskas bunu göstərmiş oldu ki, hücum futbolu oynatmağa bacardığı qədər, həm də müdafiə olunmasını lazım olanda bacaran bir baş məşqçidir. Avrokuboklarda bu Sabahın işinə çox yarayacaq. Bu baxımdan Sabah həm belə lazım olan məqamda lazım olan qələbəni qoruyub, belə çətin məqamda belə Qarabağı məğlub etməyi bacardıqları üçün təbrik eləyirəm. Həm də komandanın artıq çempionluq münasibəti ilə təbrik eləyə bilərik. Sona 5 tur qalmış. Əslində həftələr əvvəldən biz bunu danışırdıq. Artıq hər hansı bir sual qalmadı. Riyazi olaraq Qarabağın çatmaq şansı var. Bu da möcüzədə də bərabər bir şeydir. Düşünmürəm ki, bundan sonra belə bir üstünlüyü Sabah əldən versin. Sabahı təbrik eləmək olar. Sabah düşünürəm ki, oynadığı oyun,
ortaya qoyduğu futbol, ortaya qoyduğu sabitlik xüsusilə, outsiderlərlə oyunda, Qarabağla oyunda komanda oyun intizamını pozmadı. Oyun ciddiyyətini pozmadı. Daha çox çempionluğu istəyən Sabah idi. Futbolçular alışıb yanırdılar. Yaxşı bir fürsət düşmüşdü əllərinə və bu fürsəti dəyərləndirib komanda çempion oldu. Düşünürəm ki, bütün kollektiv bu çempionluğu haqq eləyirdi. Təbriklər düşür. Sonuncu dəfə Mişliyə məğlub olmuşdular. Zarafat deyil Nicat. Ötən ilin hansı ayında, avqustunda idi səhv etmirəmsə məğlubiyyət və artıq 17-18 oyunda komanda məğlub olmur və əksər oyunlarda qələbə qazanıb, əksər oyunlarda inamlı qələbələr qazanıb, böyük hesablı qələbələr var. Yəni bu baxımdan düşünürəm ki, oyunu ilə, ortaya qoyduğu hissə ilə komanda çempionluğu haqq edirdi. Qarabağa gələsi olsaq, Qarabağ niyə belə asan təslim oldu? Bəli, 4 mövsüm əvvəl də Qarabağ çempionluğu itirmişdi. Neftçiyə məğlub olmuşdu. Amma o çempionluq son tura da yox, son dəqiqələrə qədər mübarizə davam etmişdi və son dəqiqələrdə Ahmed Ahmedovun səhv etmirəmsə vurduğu qol idi və Neftçi çempion olmuşdu. Daha layiqli, daha mübariz Qarabağ olmuşdu. Adına layiq şəkildə mübarizə aparmışdı son turlara qədər. Amma bu mövsüm Qarabağın çempionluğu hansı formada itirməsi bu nə Qarabağ adına yaraşdı, nə Qarabağın nüfuzuna yaraşdı. Sona 5 tur qalmış, 13 xallıq fərq və əsas rəqibi Sabaha 4 oyunun heç birində qalib gələ bilməməsi düşünürəm ki, Qarabağa yaraşmadı. Və bunlar niyə baş verdi? Bunlar niyə baş verdi? Səbəblər çoxdur. Təbii ki, birinci faktor rəqib amilidir. Sabah kifayət qədər bu çempionluğa köklənə bildi. Kifayət qədər bu çempionluq yolunda lazım olan addımları ata bildi. Xüsusilə mövsümün artıq startından sonra Simic, Puxac kimi futbolçuların komandaya qoşulması, bu futbolçular hazır futbolçular idi. Yəni kifayət qədər yaxşı karyeralar olmuş futbolçular idi və qısa müddətdə adaptasiya oldular komandaya, Premyer Liqaya, çempionata kifayət qədər erkən adaptasiya oldular və qısa müddətdə komandanın onurğa sütununa çevrildilər, lokomotivinə çevrilə bildilər. Simicin özü baxımlı qollar, vacib qollar vurdu. Puxac cinahda, yəni son illər Azərbaycan futboluna, yəni mən xatırlaya bilmirəm. O çapda futbolçunun gəlməsi, məsələn, illər əvvələ gedə bilərik, Bertucini qeyd edə bilərik, Ansagolini qeyd edə bilərik, Leticin özünü qeyd edə bilərik. Məncə bir çox məqamlarda Puxac hətta adını sadaladan futbolçuları belə qabaqlayır. Kifayət qədər dinamikdir, yaxşı karyerası olub, amma görürsən ki, futboldan doymayıb, meydandan doymayıb, davam eləyir, mübarizə aparır. Maludanı qeyd edə bilərik. Maludan özü də gənc futbolçudur və çox fayda qata bildi. Və təbii ki, Sabahın əsas silahlarından biri Dambrauskos amilini qeyd eləməliyik ki, Qarabağa qarşı çox yaxşı hazırlaşdı, komandanı çox yaxşı hazırlaya bildi. Safronko kimi əsas hücumçu zədələndi. Milçes kimi əsas bombardir müəyyən dönəm zədəli oldu. Amma neynədi? Xəyal Əliyev kimi gənc futbolçunu ortaya çıxartdı. Biz Vinger gördüyümüz Xəyal Əliyev forvard mövqeyində yoxladı. Ardıcıl 5 oyunda, səhv etmirəmsə 6 oyunda 5 qol vurdu. Kifayət qədər yaxşı göstəricidir və çətin dönəmdə komandaya fayda verə bildi. Bu Dambrauskasın işi idi. Bu Dambrauskasın əsəri idi. Öz toxunuşlarını eləyə bilmişdi. Düşünürəm ki, səbəblərdən biri və birincisi qarşısında kifayət qədər yaxşı hazırlıqlı rəqibin olmasıdır. Və burada digər səbəblər var, Nicat. Qarabağın Çempionlar Liqasındakı çıxışı. Biz bunu görməzdən gələ bilmərik. Qarabağ orada çox güc itirdi. Adətən yanvara qədər Avrokuboklar mövsümü bitirdi. Komanda köklənirdi daxili yarışlara. Amma bu dəfə nə baş verdi? Komanda Antalya toplanışında belə Avrokuboklar fikirləşmək məcburiyyətində idi. Qarşıda Liverpool oyun var idi. Daha doğrusu Newcastle-la 2 ağır oyun var idi. Və komanda play-offu fikirləşirdi, liqanın son oyunlarını fikirləşirdi. Yəni tam olaraq, psixoloji olaraq, mental olaraq çempionata köklənə bilmirdi. Bu amili var idi və ciddi rəqiblər. Liqa mərhələsində Qarabağ heç vaxt qarşılaşmadığı güclü rəqiblərlə qarşılaşdı və güc itirdi. Çox güc itirdi. Bu çempionata çox təsir elədi. 15 ildir komanda Avrokuboklardadır. Heç vaxt olmadığı qədər bu dəfə ciddi rəqiblərlə qarşılaşdı. Uzaq məsafəyə getdi. Qısa dönəmdə 2 dəfə İngiltərə səfəri oldu. Yəni futbolun içində olanlar çox yaxşı bilir ki, nə qədər fiziki güc itkisidir. Və Qarabağ Çempionlar Liqası kimi nüfuzlu yarışla Premyer Liqa kimi
nəzərə alaq ki, Avropanın ən aşağı səviyyəli çempionatı arasında o qızıl balansı qura bilmədi. Adaptasiya ola bilmədi bura, lazım olan şəkildə köklənə bilmədi bura, bu təsir elədi. Burada digər məqam komandada Bəhlul Mustafazadənin ciddi zədə alması oldu, mövsümü erkən bitirməsi oldu. Bəhlul Mustafazadənin zədə alması düzdür, stoper mövqeyində ciddi təsir eləməyə bilər bəlkə də. Çünki Silva kifayət qədər yaxşı müdafiəçidir, amma Silvanın mərkəzə çəkilməsi sağ cinağı deyərdim ki, filic elədi. Silva sağ cinahda nə qədər keyfiyyətli futbolçudur, Qarabağa nə qədər qatqı qatır. Biz Dani Boltu orada yetəri qədər fayda verə bilmədi. Faydalı inşa əmsalı olmadı. Silvanın deyərdim ki, 50% deyil Dani Bolt. Davamlı Dani Bolt orada oynadı. Bu yenidən gələn transferlər deyə bilərikmi heç bir özünü doğrultmadı? Maye, Kouakou, Bolt. Elə bir-bir onlara gəlməyə çalışırdım ki, Dani Bolt özünü orada doğrulda bilmədi, Silvanın yoxluğunu unutturmadı. Düşün ki, Silva öz cinahında olsa, Bəhlul öz mövqeyində olsa, bu Qarabağın gücünə nə qədər güc qatmış olardı. Bu digər səbəblərdən biri. Qeyd etdiyin Sanmaye, məsələn, Bəhlulun yoxluğunda biz orada Sanmayeni görə bilərdik. İntizamsızlıq elədi, əvəzedici komandaya göndərildi və ondan qabaq da lazım olan performansı sərgiləmirdi. Müəyyən liqa oyunlarında biz görürdük ki, əslində yaxşı karyerası var. Zagrebdə oynayıb, kifayət qədər yaxşı karyerası var. Amma lazım olan gözləntilərin altında qaldı. Bu səbəblərdən biridir. Digər səbəb, önəmli səbəblərdən biri Marko Yankoviç. Qarabağın son illərdəki lokomotividir Marko Yankoviç. Aparıcı qüvvəsidir, işlək mexanizmin əsas döyünən ürəyi Marko Yankoviç idi. Yanvarda bir problemlər yaşandı, formasının pikində olanda yaxşı təkliflər aldı. Napoli səfərində biz gərginlik yaşadı meydanda komanda yoldaşı ilə, səhv etməmsə Silva ilə və münasibətlər gərginləşdi. Qurban Qurbanov ona qarşı müəyyən qədər sərt tədbirlər atmaq məcburiyyətində qaldı. Biz bilirik ki, ən çətin dönəmdə belə Qurban Qurbanov üçün nizam-intizam birinci nömrəlidir. Hətta çempionluğu qurban vermək bahasına olsa belə öz prinsiplərindən dönən məşqçidir. Və Marko Yankoviç bir növ cəzalandı, ehtiyat skamyanın daimi sakininə çevrildi. Qarabağ bir anda gör kimi itirdi Marko Yankoviçi. Səbəblərdən ikincisi buydu. Elvin Cəfərquliyev, bəli, sona yaxın qovuldu. Düşün ki, sabahla vacib oyun var. Son dönəmlər gəl razılaşaq ki, Qarabağın əsas silahlarından biri nə idi? Elvin Cəfərquliyev və Zubir tandemi. Sol cinahda. Önəmli olan, hətta Newcastle oyunda belə, Liverpool oyunda belə bu futbolçular varlıqlarını göstərə bilirdilər. Elvin Cəfərquliyev Newcastle-la oyunda asisti var idi, qolu var idi, düşün. Və belə bir futbolçunu Qarabağ sabahla oyundan öncə Qurban Qurbanov cəzalandırdı. Və bayaq dediyim fikrə qayıdıram ki, Qurban Qurbanov bu qərarı ilə bir daha göstərir ki, onun üçün nizam-intizam önəmlidir. Ola bilər çıxaram, sabah vacib oyunda məğlub ola bilərəm ki, məğlub oldu, amma Elvin Cəfərquliyev göndərildi əvəzedici komandaya. Və bu detallar bəlkə də kimlər üçünsə xırda görünə bilər, üst-üstə yığılır və axırda böyük bir problemə çevrilir. Montiel ümidlər böyük idi, Markonun yoxluğunu itirə bilmədi. Kade Borges formasında yüksələn tempinə getməyi gözlədiyimiz anda bir eniş yaşandı, əvvəlki Kadeni görmədik. Və bunun fonunda bir qədər də hakim qərarları oldu. Məsələn, Kade Borgesə verilən qırmızı vərəqə imişli səfərində biz əvvəlki verilişlərimizdə də qeyd etmişdik. Bundan başqa müəyyən başqa qərarlar da oldu ki, məsələn, Turan Tovuzla oyunda İbrahim Vacıya verilməyən qırmızı vərəqə. Bu da psixoloji olaraq müəyyən qədər komandanın üzərində gərginlik yaratdı ki, sanki bizə mane olurlar. Və bu məqamlar yığıldı, cəmində nə baş verdi? Qarabağ çempionluğu əldən verdi, özdə özünə yaraşmayan şəkildə və erkən. Düşünürəm ki, bundan sonra Qarabağda ciddi dəyişikliklər oldu. Zərbələrdən biri də Nəriman tərəfindən gəlirdi də, o da var. Biz Nərimanı unuduruq. Bəli, çox böyük təzyiqlər, tənqidlər, yaxşı xatırlayırsan, yaxşı nöqtəyə toxundun. Nərimana olan təzyiqlər təkcə Nərimana psixoloji olaraq təsir eləmirdi. Onun komanda yoldaşlarına. Onun vasitəsilə Qarabağa vurulurdu. Birbaşa Qarabağa. Elə Qurban Qurbanovun özünə xoş deyildi. Nərimana yönələn belə yersiz təzyiqlər. Və sonda nə oldu? Hətta Qurban Qurbanovun açıqlaması da vardı. Elə bizə müsahibəsində Sport Info TV-yə. Mən Nərimanın qalmasını istəyirəm. Nərimana ehtiyacım var. Həqiqətən də bu dönəmlərdə Nəriman qışa qədər kifayət qədər normal liqada çıxış edib komandaya fayda verirdi. Vurduğu qollar var idi. Nəriman komandadan ayrıldı, yerinə futbolçu transferi olmadı. Transferdən danışmışkən düşünürəm ki, ötən mövsüm edilən transferlərin uğurlu olmaması bəlkə də
yetər sayın azlığı, daha çox transfer eləməli idi, Qarabağ eləyə bilmədi. Bu məqamın da təsiri oldu. Və bunlar cəmlənəndə təbii ki, ortaya böyük problemlər çıxır. Çempionluğun itirilməsi amma Qarabağ üçün də bir tərəfdən faydalı ola bilər. Qarabağ artıq yenidən yığılmalıdır, yenidən toparlanmalıdır. Yəqin ki, 2020-21 mövsümünü xatırlayırsam, Neftçiyə məğlub olanda əksəriyyət məsələn düşünürdü ki, Qarabağ artıq erası başa çatır, eniş olacaq. Amma həmin mövsüm Avropa Liqasında tarixin ən yaxşı nəticəsini qazanıb play-offa yüksələ bilmişdi komanda. Kevin Medinanı da bir də qeyd edə bilərəm, unutmamış. Kevin Medinanın ciddi səhvləri var, Nicat. Bəziləri bəlkə bunu görə bilməz, formasından çox uzaqdadır. Ümumi olaraq Çempionlar Liqasında futbolçuların pik səviyyəyə qalxması, fantastik çıxış, edilən təkliflər futbolçuların ağlını başından aldı. Bu Qarabağ strategiyasına, Qarabağ təfəkkürünə çox zidd bir yanaşmadır. Parçaladılar komandanı. Komanda parçalandı. Biz sabahla son oyunda da bunu açıq-aşkar gördük. Qarabağ ruhu sanki dağılıb. Futbolçuların bu yanaşması ucbatından. Elvin Cəfərquliyevin atdığı addım düşünürəm ki, bəlkə də ən böyük zərbəni Elvin Cəfərquliyevdən aldı Qurban Qurbanov. Elvin Cəfərquliyevi bu səviyyəyə gətirən, bu çapda futbolçuya çevirən, ölkənin bir nömrəli futbolçusuna çevirən Qurban Qurbanovdur. Onun sistemidir. Belə çətin gündə, belə dar məqamda Elvin Cəfərquliyev artıq 25 yaşı var, kifayət qədər təcrübəli futbolçudur. Komandanı bir yerə yığmalı idi, komandanın daha çox yanında olmalı idi psixoloji baxımdan. Amma belə bir gündə Qurban Qurbanov Elvin Cəfərquliyevdən zərbə aldı. Yanında görməkdən, dəstəyini hiss etməkdən, meydanda daha çox can yandırmaqdan Elvin Cəfərquliyev meydandan kənar hərəkətlərlə məşğul oldu. Fikrə bir dənə müdaxilə eləmək istəyirəm. Bununla bağlıdır. Əslində biz bir dənə nəzər salsaq Neftçiyə, əzəli rəqibidir də Qarabağın. Neftçinin illərlə toparlana bilməməsinin əsas səbəblərindən biri nə idi elə? Neftçinin ənənəsini oradakı oyunçular çatdıra bilməmək. Yəni qarşılığını verə bilmirdilər, yükünü daşıya bilmirdilər. Ya daşıya bilmirdilər. Oradakı Azərbaycanlı oyunçular qəhrəman deyildi. Yəni yığa bilmirdilər. İndi eyni şeyi Qarabağ təkrarlaya bilər. O təhlükə var da, yəni o şeydədir. Nəyə görə deyirəm? Məsəl üçün sən dediyin ərəfələrdə Rəşad Sadıqov oynayırdı. Bədavi var idi filan. Yəni bu insanların elə üst simasına baxanda bilinirdi ki, bunlar Sonic Game otağına girəndə bir sözdən yəni irqindən filanından asılı olmayaraq, milliyyətindən asılı olmayaraq hamı əsas duruşda olurdu da. O əsas hədəfin yanında birləşə bilirdi. Və yəni hər komandanın müəyyən uğursuzluq və yaxud da hansısa bir məğlubiyyətdən sonra o Azərbaycanlılar onlara Qarabağda olduqlarını xatırladıb onları sirkələyib oyada bilirdilər. Bu gün o baxımdan Qurban müəllim düşünürəm ki, tək qalıb elə bil. Yəni bəli, əslində komandada bəzi futbolçular var. Məsələn, doğru qeyd elədim. Bədavi Hüseynov olsun, Bəhlul Mustafazadəni xüsusi qeyd eləyərəm. Təkliflərdən özünü itirmədi. Elə olduğu situasiyada özünü saxlamağa bacardı. Hətta fədakarlıq eləyib Qarabağda qaldı. Böyük təkliflərin qarşılığında komandanı tərk eləmədi. Təəssüf ki, ağır zədə aldı. Elə Elvin Cəfərquliyev üçün də və digər Medinası olsun, Marko Yankoviç olsun, məncə onlar Qarabağın haqqını belə verməli deyildilər. O futbolçular Qarabağda bu səviyyəyə çatıblar, Qurban Qurbanovun sistemində bu səviyyəyə çatıblar. Yəni belə məqamda sanki Qurban Qurbanovu tək qoydular. Sanki Qurban Qurbanovu meydanda tək buraxdılar. Belə çətin məqamda. Əslində bir olmaq, həmrəy olub, mövsümü başa vurub. Bəli, təbii ki, mövsümü başa vurub. Sonra təkliflər dalınca getmək olardı. Məsələn, bugün Bədavi Hüseynov komandanın ən stajlı futbolçusudur. Hər iki Çempionlar Liqasında çıxış etmiş yeganə futbolçudur. Heç birinin reputasiyası ondan yüksək deyil. Nəticə olaraq, uğurlar olaraq. Amma bugün Bədavi Hüseynov meydanda yenə 10 il əvvəlki Bədavi statusundadır. Nizam-intizam olaraq. Qurban Qurbanov belə futbolçuları axtarır. Belə futbolçuların yanında olmasını istəyir. Və elə sözüm vardan da bildirim ki, ciddi dəyişikliklər olacaq. Qurban Qurbanov heç də vəziyyəti bu yerdə qormayacaq. Ola bilər mövsümün gecikidir, bir qədər əli qolu bağlıdır. Məsələn, bəlkə Medinada cəzalandırmaq istəyir, Marko Yankoviçi də əvəzedici komandaya göndərmək istəyir. Amma hazırki məqamda bunu kütləvi şəkildə eləyə bilmirsən. Sırf Elvini eləmək bəlkə də Elvini həm də milliyə, futbolumuza qazandırmaq üçün vaxtında cəzalandırır ki, tədbir alır ki, Elvin dərs çıxarsın, düzəlsin. Yəni Marko Yankoviçin timsalında bir neçə futbolçunu da bugün Qurban Qurbanov cəzalandıra bilər. Çətin dönəmdir, bəlkə də Qurban Qurbanovun əli qolu bağlıdır. Amma mövsümün sonu yaxınlaşır. Çox az qalıb. Məndə olan informasiyalara görə kütləvi dəyişiklik olacaq. Qarabağ tarixində bir neçə dəfə dəyişikliklər olub, nəsil dəyişikliyi olub.
bəzi futbolçular gedib, yerinə yeni futbolçular gəlib. Bu yay heç vaxt olmadığı qədər Qarabağda ayrılıqlar olacaq. Kevin Medina'nın gedişi müzakirə mövzusudur. Marko Yankovic'in gedişi, Kohalski'nin gedişi, çox yaxşı təklifləri var. Bəzi futbolçular yaxşı təkliflərdən dolayı, mən məsələn Bədavini, Bəhlulu qeyd etdim, ora Kohalski'ni də qeyd edə bilərik ki, kifayət qədər yaxşı təklifləri var, amma adam o peşəkar idmançı statusunu qorudu sonuna qədər. Komandanın yanındadır, meydanda bütün bacarığını qoyur. Və gedəcək futbolçuların siyasi genişdir. Və artıq Qarabağ və ona təşəkkür düşür. Təbii ki, təşəkkür düşür, komanda adından ona təşəkkür edə bilərlər və yayda kütləvi dəyişiklik gözlənilir, iri çapda dəyişiklik gözlənilir, heç vaxt Qarabağda olmadığı qədər dəyişiklik gözlənilir, siyahı genişdir, təxminən 10-a yaxın futbolçunun Qarabağı tərk edəcəyi gözlənilir və təbii ki, yeni transferlər barədə də artıq çalışmalara komanda başlayıb. Biz Sport Info-da da ekskluziv olaraq vermişik. Artıq bir yeni transfer həyata keçirilib. Bizim saytda var, elə Sport Info TV-də də bunu qeyd etmişik. Və yeni transferlə bağlı danışıqlar gedir. Son mərhələdə olan danışıqlar da var, isti danışıqlar da var, hazırda davam edən və daha yeni Qarabağ yayda görəcəyik. Böyük ehtimal Qurban Qurbanov artıq uğura doymuş, futbolçularla yolları ayıracaq, uğura ac, hədəfləri böyük olan, böyümək istəyən yeni transferlərlə komandanı daha da cəmləşdirib, daha da böyütməyə çalışacaq. Oyun əmin oyundur, ancaq oyunçuları dəyişir. Bəli. Yəni, asan olmayacaq. Qeyd edeyim ki, Nicat, asan olmayacaq. Çətin olacaq. Qurban Qurbanova çox çətin bir missiya gözləyir. Əvvəlki dönəmlərdə bir qədər miqyas geniş deyildi. Bunun öhdəsindən gəlməyə çalışırdı hansısa formada. Bir qədər iri çapda təmizləmə əməliyyatı olacaq bu dəfə. Hər halda Qurban Qurbanov da təcrübəli mütəxəssisdir, artıq 20 ildir Qarabağdadır. Çox böyük zəngin təcrübəsi var. Lazım olan nöqtə toxunuşları yəqin ki, mövsümün sonu və mövsümün sonuna qədər etməyə çalışacaq. Təşəkkür edirəm. Çox mənalı, maraqlı və nöqtə atışları eləyə biləcəyimiz bir söhbətlər oldu. Növbəti inşallah sözüm var da görüşərik. Fikrini tamamla, izləyicilərimizlə sağollar. Mən təşəkkür edirəm Nicat sənə və dəyərli izləyicilərimizə hər birinə təşəkkür edirəm. Təbii ki, sizin də fikirləriniz bizim üçün maraqlıdır. Sabahın çempionluğu ilə bağlı fikirlərinizi və Qarabağın bu şəkildə erkən çempionluq mübarizəsinə təslim olması ilə bağlı sizin də fikirləriniz maraqlıdır. Mütləq şərh bölümündə qeyd eləyin. Mən isə növbəti sözüm varlarda görüşənədək hələlik deyirəm.